Minval Az saytının redaksiyasına ötən il dekabrın 25-də Azala məxsus təyyarənin vurulması ilə bağlı sensasiyalı materiallardan ibarət anonim məktub daxil olub. Məktubda təyyarənin Rusiya Silahlı Qüvvələrinin Pansir S zenit raket kompleksi tərəfindən vurulduğunu təsdiqləyən materiallar yer alıb. Eyni zamanda məktubda hava hücumundan müdafiə bölməsinin kapitanının izahatı təqdim olunur. O, təyyarəyə atəş açmaq əmrinin Rusiya Müdafiə Nazirliyindən gəldiyini bildirir. Həmçinin məktubda video, audio yazılar və texnikanın qənaətbəxş olmayan vəziyyəti barədə ətraflı məlumatlar da əlavə olunub. İzahatda kapitan Dmitri Sergeyeviç Baladiçuk özünü hərbi hava hücumundan müdafiə qüvvələrinin 274 nömrəli döyüş maşınının komandiri və döyüş hesablamasının rəhbəri kimi təqdim edir. O bildirir ki, dekabrın 24-dən 25-nə keçən gecə Qroznanın müdafiəsi üzrə döyüş növbəçiliyində olub. 25 dekabr saat 05:40-da birinci hazırlıq vəziyyətinə keçmək əmri alıb və 05:48-də mobil telefon vasitəsilə bu barədə məlumat verdiyini qeyd edir. Redaksiyaya təqdim olunan materialların orijinallığını müstəqil şəkildə təsdiqləyə bilməsə də, onların ictimai əhəmiyyətini nəzərə alaraq yaxın günlərdə dərc etməyi planlaşdırır. Eyni zamanda Minval Az redaksiyası həmin materialların Azərbaycanın faciənin araşdırılması ilə məşğul olan aidiyyatı qurumlarına təqdim edilməsinə hazır olduğunu bəyan edib. Alo, Azimut 338. Azimut 338, məsafə 7000, sürət 118, kurs 230 istiqamətindədir. Kursam na 230. Da, danes. Bəli, məsafə artıq 7-dir. Огонь! Atəş! Огонь, говорю! Atəş açın dedim. Qaçırdıq, təkrar edin. Bir daha atəş. Rusiya Müdafiə Naziri məsuliyyət daşıyır. Yəni sir deyir ki, məhz onların əmri ilə bu cinayət həyata keçirildi. Konkret faktlar ortadaydı. Sağ qalan insanlar var idi. Onların şahid ifadələri var idi ki, kənar müdaxilə olub. Təyyarə partlamadı. Təyyarə Qazaxıstanın Aktav hava limanına indi. Yəni təyyarə partlasaydı, insanların hamısı həlak olsaydı, bunu örtbasdır etməyə çalışacaqdı Rusiya tərəfi, amma örtbasdır edə bilmədi. Raketin izləri var idi, cinayət izləri var.